bugün müqəddəs Ramazan bayramı ilə bağlı. Hamınıza gözəl arzular, gözəl günlər, gözəl niyyətlər, Ulu Tanrı'dan bütün niyyətlərinizin qəbul olmasını arzulayıram. Bugünkü süfrəmizi Yasemin xanım bir qrup qadınlarla, o qadınlar ki adlarını çəkmək də bəlkə də istəmirlər. Yəni bu süfrədə sizinlə bölüşmək istədilər, görüşmək istədilər. Hamısına can sağlığı, hamısına uzun ömür, Allah niyyətlərini versin. Və bugün musiqiçi xanımlarımız, bəylərimiz buradadır. Onlar da sizlə olmaq istəyirlər, bölüşmək istəyirlər. Çox sağ olsunlar, minnətdaram. Hər birinizə sağ ol deyirəm. Hoş gördük sizləri. Biz həmişə vərdiş eləmişik, sizi həmişə bax belə güləriz görürük. Ona görə ki, bayram ərəfələrində sizlə görüşürük. Nə xoş halımıza ki, iki bayram bir-birinə qarışıb. Həm bizim dünya müsəlmanlarının müqəddəs günü olan Ramazan bayramı ərəfəsində, həm də ümumilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışı 15 iyun Milli Qurtuluş günündə görüşürük. Allah bu günlərimizi bizdən əski eləməsin və dövlətimizə, dövlət başçımıza və sizlərə qayğı göstərən insanlara qüvvət versin, can sağlığı versin və belə bayram süfrələrini açan hacı xanımlara Allah ruzu versin. Deyib ki, bugünkü bu tədbirin təşkilatçısı Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının bir qrup üzvləri ediblər. Bizim Hacı xanım var, Ələviyyə xanım və onun təşəbbüsü ilə bu tədbir baş tutub və ona qoşulub Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin bir qrup ürəyində mərhəmət olan xanımları. Bax, bugün bizim bu əyləşən xanımlar həmin xanımlardandır və bugün bizim Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin üzvləri olan burada incəsənət insanları əyləşir ki, gözəl gəlbəcərli. Təşəkkür edirəm. Sevinç xanım Əlbuzi, Hüsniyə xanım bizim muğamat ustamız, Aşıq İsa Təbrizi, həmişə tədbirlərimizin yaraşığı, bizim Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin gözəl muğam müəllimi Təyyar Mirzəyev iştirak edirlər və bizim bir hələ gələsi qonaqlarımız da var incəsənət işçilərindən. Rəna xanım ki, bizim tədbirlərimizin yaraşığıdır. Hamınıza təşəkkür edirəm ki, bugünkü bizim tədbiri belə rövnəq verdiniz, xoş verdiniz. Sizə həmişə bayram əhvalı arzulayıram. Bugün mən qeyd edeyim ki, bizim Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin bir gənc üzvü var, Əli Mustafayev. Əli 2 ildir ki, ad gününü bax, belə bir tədbirlər keçirməklə istəyir. Yəni, onun da burada xidmətləri var, arzusudur, biz onu reallaşdırmışıq. Keçən ildə Ümid Yeri Uşaq Sığınacaq Mərkəzində o uşaqlarla əyləndi, o ad gününü keçirdi. Gəlin, Əli müəllimi bir ad günü münasibəti ilə təbrik edək. O, bugün ad günüdür. Həmişə sizə belə xoş əhval-ruhiyyət arzulayıram və Rəhlə xanıma can sağlığı arzulayıram. Bu kollektivin qarşısında baş əyirəm ki, bax, sizə belə qayğı göstərir və bizlərə də şərait yaradır ki, gəlib sizin xidmətinizdə duraq. Bayramımız mübarək olsun. Bu getdiyiniz bu yolda, bu ağır yolda, çətin yolda, şərəfli yolda həmişə uğurlar arzu edirəm. Həmişə sizlərin izlərini gülərək görmək xoşdur hər birinizə. Yasemin xanım sağ olsun ki, məni sizlərlə görüşdürür. Bu şərəfə məni nail oluram. Ona görə çox xoşbəxtəm. Durla gözlü bulaqlardan, eşitmişəm yaxınlardan, uzaqlardan, sakit axan arazları Azərbaycan. Sınamışam dostu yarı Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Var olsun Azərbaycanımız, eşq olsun bizim Azərbaycanımıza, eşq olsun bizim dövlət başçımıza. Mən də hər kəs salamlayıram, bayramınız mübarək olsun, Allah sizə can sağlığı versin, uzun ömürlər versin. Çox sağ olun.
sizləri təbrik edirik. Mən sizlərə can sağlığı, uzun ömür arzulayıram. Və eşq olsun bu bayramı kimi təşkil edib bizim xanımlarımıza. Yasemin xanım, çox sağ olun. Canımızdan bağlıyım. Bu torpağa bu elə. Sınavımızdan kim? Gəlməyək nələrə. Canımızdan bağlıyım. Bu torpağa bu elə. Sınavımızdan kim? Gəlməyək nələrə. Gel başım gel kardeşim. Bir Allah yumruklu olan sinesine alınmasın. Bölünmesin bu kurban. Gel başım gel kardeşim. Bir Allah yumruklu olan sinesine alınmasın. Bölünmesin bu kurban. Yaşa, yaşa, benim hakkım yaşa. Yaşa, yaşa, Azerbaycan yaşa. Eller, hamı dileğine dəvət edir. Ölse yalan eğilmez, düşse bana çatıyla. Bu kanlı halkımı kurban geyretiyle. Ölse yalan eğilmez, düşse bana çatıyla. Bu kanlı halkımı kurban geyretiyle. Azerbaycan eğilmez, Azerbaycan ölmez. Bir daha kalmayla, bir daha ilerlemez. Azerbaycan eğilmez, Azerbaycan ölmez. Bir daha kalmayla, bir daha ilerlemez. Yaşa, yaşa, benim halkım yaşa. Yaşa, yaşa, Azerbaycan yaşa. Yaşa, yaşa, benim halkım yaşa. Yaşa, yaşa, Qarabağım yaşa. Çox Ay sağ güzel olun, almışlar gelsin. Çox sağ olun. Aşır gəlir, hələ gözəl. Ramazan bayramınız mübarək olsun. Neçə belə illər keçirəsiniz, inşallah birlikdə keçirər. Mənim ən böyük arzum vətənimə getməkdir, vətənimdə qeyd eləməkdir. Kəlbəcərdə, Şuşada, Qarabağda. İnşallah. Azərbaycan vətənimizdir, ancaq mən öz vətənimə getmək istəyirəm. Olur mu ki böyle güzel? Başım döndü Allah Allah. Olur mu ki böyle güzel? Başım döndü Allah Allah. Yoksa yıkılımı görürler. Yoksa yıkılımı görürler.
bayramımızı təbrik edirəm. Özü də belə Ulu Şəhriyarın şəhərindən, Təbriz şəhərindən. Eşq olsun. Belə xoş gündə, belə əziz gündə sizinlə bir yerdə olmaq bizə xoşdur. Həmişə ürəkdən itirər qəmi, silər gözümüzdə səpilən nəmi, qəlbə ümid verər onun qədəmi. Sanarsan şirindir, baldır dostluq. Onun məqamını bilmə çoxlasan, vaxt olur adama gətirir atsan. Unutma, hər kəsə könül bağlasan, görərsən başına bəladır dostluq.
şeyim. Ayağım kalbinde Allah'ı var, Allah sevgisi var, başın üstünde Allah'ı var. Hepsi bu dünyada tekrar. Allah birbirimizi çok görmesin, tek olmasın inşallah. Çok sağ olun. İnşallah gelin Amin. reportajda Allah gözü çok mukbil kardeşimiz yerliyle ilgili. Sağ olun. Çok sağ olun. Allah hamdülillah fırsat verirsin. Sağ olun. Sağ ol, sağ ol, çok sağ ol. Çok güzel. Ey dəsmalım götür, ey dəsmalım götür, mən götürsəm söz olar, sən yanasan ay qız. Abone ol Reyhan xanım. Sevilmək üçün tez-tez gəl. Suya düşsəm sularda, orada girsəm canana,
çox xoşdur. Bizim xoş üzlü, təbəssümlü üzünüzü görmək, sizə xoş anlar bəxş etmək bilsəniz bizə nə qədər xoşdur. Sizin Ramazan bayramınızı təbrik edirik. Yasəmən xanıma çox sağ ol deyirik, bizləri sizlərlə görüşdürdüyü üçün. Salam əzizlərim, sizi xoş gördük. Mən öz adımdan sizi mübarək Ramazan bayramı ilə təbrik edirəm. Sizə can sağlığı arzu edirəm. Sizə həmişə əmin-amanlıq arzu edirəm. Arzu edirəm ki, sizin keçən səfər biz Rəhmət xanımla, Yasəmən xanımla burada gəzdik, baxdıq sizin əl işlərinizə, siz yox idiniz. Mən fəxr elədim ki, siz belə gözəl, nəfis əl işlərlə məşğul olursunuz. Uğurlarımız daha bol olsun, səsimiz, əl işlərimiz Azərbaycanın, dünyanın hər yerinə gəlsin inşallah. Mən bir də sizin bu mübarək Ramazan bayramımızı təbrik edirəm. İşə belə bayramlara çıxasın inşallah. Çox sağ olun. Gözəl sözlərinizə görə, gözəl ürəyinizə görə